Sabahınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı Məhkəmə kompleksində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinin növbəti baxış iclası üçün hazırlıq işləri aparılır. Bir neçə dəqiqədən sonra növbəti baxış iclası iş üzrə keçən çoxsaylı sənədlərin elan olunması ilə davam etdiriləcək. İlkin məlumatlara görə iş üzrə keçən 44 günlük Vətən müharibəsi dövründə və ondan sonraki mərhələdə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətlər üzrə toplanmış sənədlər elan olunur hazırki mərhələdə. Qeyd edək ki, iş üzrə keçən çoxsaylı sənədlər var. Onlar 2548 epizod üzrə toplanıb. Hazırki mərhələdə 44 günlük Vətən müharibəsi və ondan sonraki dövrdə bu işğalçılıq siyasəti və təcavüzkar müharibə nəticəsində dövlətə və ayrı-ayrı vətəndaşlara, xalqımıza dəyən ziyanla bağlı məlumatlar, sənədlər, eyni zamanda həmin vaxtı törədilmiş çoxsaylı cinayət üzrə toplanmış sənədlər, hadisə yerinə baxış protokolları, məhkəmə tibbi ekspertiza rəyləri, təqsirləndirilən şəxslərin, şahidlərin və digərlərin ifadələri məhkəmə prosesində elan olunur. Hazırda zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri prosesin keçirildiyi Bakı Məhkəmə kompleksində qeydiyyatdan keçirilər və tədricən onlar məhkəmə prosesini keçirildiyi iclas salonuna daxil olurlar. Bir neçə dəqiqə bundan əvvəl isə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Aray Kartunyan və digərləri də prosesin keçirildiyi Bakı Məhkəmə kompleksinə gətirildi və onların vəkilləri də buradadır. Onların hər birinə 2 müdafiəçi ayrılıb, məhkəmə prosesində onların hüquqlarını müdafiə edirlər və eyni zamanda zərərçəkmişlərin də hüquqlarını nümayəndələri müdafiə edir. Bu saatda bizim çatdıracaqlarımız bu qədər, amma biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasın gedişatı ilə bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə buyurun söz yenidən studiyada mərkəzdədir.